Salam, yeni videoda sizləri xoş gördük. Bugün biz informatika fənnindən Python mövzusuna aid olan bir sualın izahını paylaşırıq. Deməli, sualımızda bizə deyilir ki, daxil olunan natural ədədin rəqəmlərindən böyüyü istisna olmaqla bütün rəqəmləri cəmini çıxaran proqram Python dilində yazın. Biz ilk öncə nə edəcəyik? Hər hansı bir n dəyişəninə int input sətrini mənimsədirəm və bunun içərisində yazacağım ədədi daxil edin. Evet, bu şəkildə. Və bu ədədi daxil eləyin, terminalda bizdən çıxır və biz ədədimizi daxil eləyirik. Sonra növbəti addım. Hər hansı bir s dəyişəni deyəcəm və sıfırı mənimsədəcəm. Bu s bizim cəm dəyişənini özündə saxlayan bir kəmiyyətimiz olur. Sonra növbəti addımımız n dəyişənini stringə çevirəcəm və ondan sonra həmin içərisində ən böyüyünü çıxaracam. Bu rəqəmlərindən ən böyüyünü bizə qaytarmış olur. N bərabərdir string n eləyəcəm. Yəni bu daha rahat üsuldur əslində. String n və növbəti addımda hər hansı bir L dəyişəni təyin edəcəm. Burada max n yazmaqla deməli biz n dəyişənimizdə ən böyük ədədi əslində L dəyişəni mənimsətmiş olduq. Amma hələ ki string rejimindədir. Biz bunu sonra int rejiminə çevirib ekrana demək cəmi çıxardacağıq. Sonra deməli, indi biz for dövrünə keçirik. Nəyə görə? Ədədin içərisində müqayisə eləməlidir ki, hər hansı bir ədəd həmin o böyük ədədə bərabərdirsə, demək ki, onu cəmlənməyəcək. Yox, əgər bərabər deyilsə, demək ki, əsər cəmləyərək onu algoritm yerinə yetirməlidir. Deməli, indi biz for dövrünə giririk. Demək, for i in yazacağım burada, deməli, n sətri. N sətrin içərisində bir for dövrü verdim. Sonra deməli, indi hamısı string rejimindədir və stringə görə müqayisə edirik. Yəni, belə bir şey deyim ki, ədədi stringə çevirəndə necə müqayisə olunur, onu da izah edeyim. Hər bir simvolun özünün ikilik kodları var. Məsəl üçün, 1 6-dan balacadır, belə rəqəm barədə kəmiyyətcə balacadır, məsəl üçün. Amma o stringə çevrilirsə, onun özünün ikilik kodları var. Həmin ikilik kod vasitəsilə 1 6-dan balaca olduğu məlum olur əslində. Yəni, tək rəqəmlər bir-birinə balaca olmalı deyilən bir şey yoxdur. Məsələn, A, B-dən balacadır əlifbaya baxsaq. Məsələn, C, Z-dən balacadır ikilik kodlarına görə. İndi biz də ona uyğun burada müqayisə eləyəcəyik. İndi burada nə verməliyik? Demək, yoxlamalıyıq ki, həmin for dövrünü verdiyimiz i hər dəfə n dəyişənində rəqəmlərin qiymətini alır və yoxlamalıyıq ki, ən böyüyü olmayacaq. İndi burada if else şərti girir. Demək, if-i yazıram. Deməli, şərtdə yazacağam ki, deməli, i kiçikdirsə L-dən. Nəyə görə? Çünki L bizim ən böyük rəqəmimizdir və bu rəqəmə bərabər olmasa, demək ki, cəmlənmə ola bilər. S bərabərdir, S üstəgə və bütün elementlər hal-hazırda integer, string rejimindədir. Bizə cəmlənmədə integer rejimi lazımdır. Demək, yazıram int, deməli, i və salam. Yəni, integer i yazanda öz-özünə cəmləmiş olur. Sonra heç nə, print s eləsək, bizim cavabımızı ekrana çıxarmış olur. Gəlin, yoxlayaq. Deməli, terminalımızda ədədi daxil eləyin əks olundu. Məsəl üçün, hər hansısa bir ədəd daxil eləyək. Deyək ki, 564.921, məsəl üçün. İndi burada görürük ki, 9 daha böyükdür və 9 cəmlənməməlidir. İndi bizdə burada algoritmimizə əsasən çıxmalı olan rəqəm deməli hesablayaq 15, 17, 18 olmalıdır. Görək 18 çıxır, yoxsa yox. Və gördüyünüz kimi ekrana 18 çıxmış oldu və beləliklə algoritmimiz sona çatdı. Və bu arada qeyd eləmək istəyirəm ki, bizim Instagram səhifəmizdə var, bilik zamanı Instagram səhifəsi. Əgər ki, sualınız yaranarsa, bizə Python-la bağlı, yəni ki, sualınız yaransa bizə bildirə bilərsiniz. Yəni, Instagram səhifəmizə bildirin. Biz onu inşallah ki, gələn dərs videolarda izah kimi paylaşa bilərik. Bu qədər, sağ olun.